işlevləri, axşamınız xeyir olsun. Qarabağ Vestri oyunları sonra mətbuat konferansımız davam edir. Öncə Qurban mənim fikirlərini bildirsin, daha sonra suallara keçir. Axşamınız xeyir olsun, salam Ömər bəyinizi. İlk öncə mən azarkeşlərə təşəkkür eləmək istəyirəm ki, bugün stadionu tam demək doldurmuşdular və sanki Çempionlar Liqasının oyunundaydılar, hansı ki o əhval-ruhiyyə var idi onlarda və həmən ilk oyundan biz başa düşdük ki, biz çox məsuliyyətli olmalıyıq və azarkeşlərin bizdən gözləntisi çoxdur və məncə bu həm bizə məsuliyyət verdi, həm də əlavə motivasiya verdi. Mən elə oyundan sonra elə soyunum geyinmə otağında futbolçularıma da bunu bildirdim və hər birinə çox-çox təşəkkür edirəm. Və futbolçularımı təbrik edirəm. Bəli, ilk oyun idi. Qalibiyyət vacib idi. Buna baxmayaraq, biraz narahatçılığım var idi ümumi oyun planında. Çünki komandada bugünkü üçün düzbalans həddindən artıq çoxdur. Biraz həm yeni futbolçular, həm bəzi futbolçuların hazırlığı fərqli səviyyədədir. Amma ümumən belə düzdür, sonlara yaxın ikinci hissənin ortalarında hardasa biraz yorğunluq hiss olundu. Amma sonra get-gedə bəzi dəyişikliklərdən sonra oyun daha da dinamikası qalxmağa başladı. Və belə də sonunda şükürlər olsun Allaha 3-0 qalibiyyət əldə elədik və çox yaxşı müdafiə olunan bir komanda var idi. Hansı ki, bir-birini düzgün sığortalayan, ümumiyyətcə elə indi məşqçilərdən biri ilə danışırdıq. Bizim analiz listələrini verdi. Bu qədər analiz listələri var idi ki, çox yaxşı analiz eləmişdilər bizi. Və belə hesab yəni 2-0 belə deyək, yəni göstərdi ki, yəni sonda vurduq 3-cü qolu. Biz cavab oyununa çox məsuliyyətli olmalıyıq və indidən biz hazırlığımızı daha da yaxşılaşdırmalıyıq. İnanıram ki, bu oyunun belə biraz gərgin keçməsi bizim xeyrimizə olacaq. Biraz top tikləri də oldu, amma ümumi belə orqanizasiya, oyun orqanizasiyası pis deyil idi. Və belə də təbii ki, futbolçularımı və eləcə də həm bir daha sabahı, eləcə də Zirəni təbrik edirəm və çox yaxşı qalibiyyət. Hər iki komanda və bizim əmsallar, xallarımızın ümumiyyətcə belə deyək, çoxalır, hansı ki xallar və bu çox vacib ümumiyyətcə ölkə reytingi üçün. Və hər bir komandamıza da əlbəttə ki, uğurlar arzulayıram, bu qədər. Buyurun, suallara keçə bilərik. Bundan sualım var. Buyurun. Yox, zədəyə görə deyil idi. Biraz bizim futbolçuların hamısını yəni, oyun iştirak edəcəsi sala bilmirik. Yəni, bu oyun bəzi futbolçularımız kənarda qaldısa və ola bilər gələn oyun, gələn tur deyək də, yəni bu inşallah bu oyunun, iki oyunun qalibi olsa və digər oyunda ola bilər ki, hansı bir dəyişikliklər olsun, başqa bir futbolçu kənarda qalsın, yəni digərləri 23-lükdə olsun, iştirak ədəcəsində olsun və belə zədə ilə bağlı deyil idi. Belə hal-hazırda qapıcı mövqesindən başqa digər mövqelərdə belə axtarırıq, yəni danışıqlar gedir. Buyurun. Təbii ki, münasibətdə söhbət transferlərdən düşmüşkən zaman-zaman Qarabağ sabiq futbolçularını geri qaytarır. Hal-hazırda Yasin Benzə və Julio Roman azada gitti. Onların bir geri dönüşü baş verə bilərmi? Çünki mövqelərində çox futbolçu var, əsasən də Roman, amma Benzənin geri qayıtışı və bu iki futbolçudan biri düşünürsünüz. Bildiyim qədər Roma deyəsən müqavilə bağlayıb, ya danışıb, razılaşıblar deyəsən Rusiya klubu ilə. Hə, ayrılıb, amma bildiyim qədəri başqa komanda razılaşıblar, hə. Amma Benzə ilə bağlı hələ belə bir fikrimiz olmamışdı. Buyurun. Onunla bağlı planlarınız var mı bu turnirlərə, digər geniş
Ümumiyyətcə bu ilk oyunlar, bu turnir elə bir o qədər biz diqqətli olmalıyıq ki, həm bəzi futbolçuların hazırlığını nəzərə almalıyıq və bəzi futbolçuları həddindən artıq yüklənməyə qoymalı deyilik. Biz bəzi rotasiyaları eləməliyik, amma cavab oyunda hansı bir rotasiya edəcəyikmi, etməyəcəyikmi bugün sizə tam cavab verə bilməyəcəm. Çünki qarşıda bizim hələ bir 5 hazırlıq günümüz olacaq. O günlərdə futbolçuların ümumi hazırlığına baxacağıq ki, orada hansısa bir oyuncu ilə bağlı hansısa bir problem olmasın. Qaldı Əli Bəşirova. Əli Bəşirov demək olar ki, elə bizim ilk hazırlıq gündən Avstriyada, hətta burada bizi yığışandan bizimlədir və ona İnşallah maksimum şərait yaradacağıq ki, kollektivin içində tam olsun və imkan olduqca ola bilər bu oyunlarda, ola bilər çempionatda ki, şərait yaradaq. Çünki çox qabiliyyətli, çox bacarıqlı futbolçudur, istedadı var və biz maksimum çalışırıq ki, onu indidən bu atmosferə öyrəşdirməyə, uyğunlaşdırmağa, indidən bu məsuliyyəti dərk etməyə, ən azından oynamasa belə onun bu kollektivin içində olmaq, bu məsuliyyəti hiss eləməyi, ümumiyyətcə bu həm tapşırıqları, həm tələbləri görmək onun üçün böyük bir təcrübə olacaq. Belə maksimum çalışacaq ki, onun ümumi həm futbolçu kimi inkişafına böyük kömək eləyək. Başqa digər gənclər də düzdür sayıları azdır, amma biz hər bir gənc üçün şərait yaradırıq maksimum. Belə imkan olduqca şərait yaradacağıq. Orxan buyur. Mən təbrik edirəm, Məqasov nədə olaraq. Bir dəfə Gülənin komandaya qayıtması, onun başqa klubların transferinin başlamaması ilə əlaqədardır, yoxsa siz artıq onun yenidən növbədə bağışlamışsınız? Yəni başqa klublara transfer olunsaydı, yəni alınsaydı transferi biz yox deməyəcəkdik. Ümumi belə qayıtdı. Yəni məncə çox da geniş bir məlumat verməyə ehtiyac yoxdur. Ümumi bəzi görüşlər oldu. Biz istəmərik ki, hansısa bir futbolçumuz fərqi yoxdur. İstər Azərbaycanlı olsun, istər qeyri-Azərbaycanlı olsun. Futboldan kənar qalsın, amma hər bir halda qayda qanun var. Ona hamımız əməl eləməliyik və lazımi anda, lazım olanda hansısa bir lazım olsa sərt reaksiyalar da verməliyik. Amma ümumən belə biraz bəzi görüşlərimiz oldu və belə də qayıtdı. Buyurun abi. Qurumdan təbii ki, münasibətilə istəyirəm. Xüsusilə Zakarya hesabı barədə soruşmaq istəyirəm, verməməsi barədə. Çünki doğrudan da həm presing mənasında, həm yarım müdafiə ilə bağlantı durmaqda, həm daha toplarda çox möhtəşəm oyun keçirdi. Düzdür, Kamil Duran'da çox möhtəşəm futbolçuydu, amma Zakarya hesabı sanki əsl 9 gündə kimi çox gözəl performans göstərdi. Siz necə dəyərləndirdiniz? Ümumən biraz fərqli futbolçulardır. Kamil Duran'ın öz özəllikləri var idi, Savonun öz özəllikləri var. Ümumiyyətcə belə qabaritdə futbolçulara bugün ehtiyac var. Amma ümumən yəni bugün hələ onun tam ideal forması deyil və əlbəttə ki, özlərinə hələ çox çalışmalıdır. Hansısa bir elementlərdə belə deyək daha yaxşıdır, amma hansındasa belə çatışmazlıqlar var. Onu da inşallah zaman-zaman aradan qaldıracağıq. Amma Kamil Duran da onun özünə xas belə deyək bir keyfiyyətləri var idi. Ondan da biz maksimum istifadə edirdik. O da olsa pis olmaz idi, amma belə hər ikisindən yəni belə deyək razı idim. Buyurun. Mən də təbii ki, onlarda olacağım. Bugün səhər-səhərdən etibarən Miguel Silva'nın da gedəcəyi barədə xəbərlər var. Bu nə dərəcədə olur? Konkret bir təklif var mı? Miguel Silva'ya növbəti oyunlarda artıq görməyə bilərik Yox, inşallah bizlə olacaq, amma hansısa bir təkliflər, belə yüngül maraqlananlar var idi. Belə inşallah bizimlə olacaq. Buyurun.
Onun üçün ən yaxşısını etməyə çalışacağıq. Əgər həqiqətən onun üçün faydalı bir təklif olarsa, yəni onun gələcəyi üçün faydalı bir yerdən, faydalı bir, yaxşı bir komandadan təklif olarsa, yəni biz klub olaraq mane olmayacağıq. Amma ümumən bəlkə də burada qalmaq daha xeyirli olacaq. Amma hər bir halda gəncdir və onun gələcəyi üçün ən yaxşısı nədirsə biz onu etmək, yəni bizim belə deyək də borcumuzdur. Son zamanlar ondan media çox yaydı və təkliflər barədə və yenə də davam edir. Sizcə komandanın belə deyək də rəhbəri olaraq onun bu gələcək karyerasına mənfi təsir göstərə bilərmi? Əli Bəşirovun mu? Mən komandanın rəhbəri deyirəm, komandanın baş məşqçisiyəm. İnanmıram, yox. Yəni belə, yəni o İnanmıram onda belə bir fikir olsun. Biraz fərqli uşaqdır, belə fərqli özünə xas, belə deyək də, xasiyyəti var, özünə xas bir yaşam tərzi var. İnşallah ona elə bir onun gələcəyi üçün inanmıram ki, problem olsun. Çünki həm ailəsində bildiyim qədəri belə onunla çox ciddi ünsiyyət qururlar. Həm bizim klubda, yəni onunla hamı belə də öz övladı kimi davranır və inanmıram ki, belə hal-hazırda belə bir fikir, düşüncə onda olsun, amma əlbəttə ki, yenə deyirəm ki, yaxşı, əgər nə yaxşıdırsa biz onu etməyə, onun gələcəyi üçün çalışacağıq. Başqa sualınız yoxdursa çox sağ olun. Sağ olun.